Mövzumuz Yaponiya. Yaponiya 19-20-ci əsrlərdə Çində özünü təcrid siyasəti demişdi ki, bu da gəldi, deməli, Tirək müharibəsinə səbəb oldu. Tirəkin satışını genişləndirmək istəyi və s. və axır. Yəni o məsələlərə girmirəm. Məsələmiz orada nədir? Özünü təcrid siyasəti, qapalılıq siyasəti. Bu Yaponlarda da vardı. Yaponiya Yaponiyada da qapalılıq və özünü təcrid siyasəti var idi. Amma bu məsələ Yaponiyada çox qalmayacaq. Bu zaman Yaponiyada hakimiyyət bu formada gedir. Bir imperator hakimiyyəti var idi. Bir də Shogun hakimiyyəti vardı. Shogunlar şagirdlər necədir? Onu qısa olaraq izah etməyə çalışım. Tokugawa nəslində olan Shogunlar. Shogun kimlərdir? Belə təxmin edək, təsəvvür edək, yəni biraz daha yaxşı anlaya biləcəyini sonra deyək. Sanki dövlətin baş naziridir. Yəni dövləti o idarə edir. Hökmdar, yəni imperator var, yerində durubdur, sabitdir. Amma dövlətin idarəsi tamamilə Shogunların nəzarətindədir. Bu bir ailədir. Hərbiçilərdir. Dövlətin idarəsi, ordunun nəzarət onların ixtiyarındadır. Bu formada idarə olunur. Samuraylar Yapon ordusunda xidmət edən əskərlərdir. Yapon 19-cu əsr vəziyyətinə baxırıq. Avropa dövlətləri, həmçinin Amerika, yəni ABŞ, Yaponiyada qapalılıq siyasətini aradan qaldırmağa çalışırdılar. Onlar, Yaponiya isə buna dirənirdi. İstəmir ki, Avropa dövlətləri Yaponiya arasında təsir etsin, Çindəki kimi. Amma Avropa dövlətləri o zaman Yaponiyanı təhdid etdilər, qorxutdular. Əgər qapalılıq siyasətini qaldırmasan, sən də Çinin vəziyyətinə salarıq deyə ona təhdid edilər, qorxutdular, təzyiq göstərdilər. Nəticədə Yaponiya qapalılıq siyasətindən imtina etdi. 1854-cü ildə də ABŞ-la Yaponiya arasında müqavilə imzalandı. Sülh və dostluq haqqında müqavilə imzalanmış oldu. Buna əsasən ABŞ tacirlərinə Yaponiyanın 2 limanında sərbəst şəkildə ticarət etmə hüququ verildi. Shimoda'da ABŞ konsulu yaradıldı. Həmçinin bununla da Yaponiya özünün təcrid siyasətini son qoydu. Az sonra eksterritorial hüququ da verildi. Çində dediyimiz kimi toxunulmazlıq hüququ da verilmiş oldu ABŞ tacirlərinə, vətəndaşlarına. Bu şərtləri bir müddət sonra başqa dövlətlər də Yaponlardan almış oldular. Yaponiyada qapalılıq siyasəti ləğv edildi. Amma bundan sonra Shogun idarə üsulu artıq əvvəlki kimi öz əhəmiyyətini saxlamamışdı, itirmişdi. Və xalq buna narazı idi. Ona görə də əhali imperatora müraciət edərək Shogun idarə üsulunun ləğv edilməsini və bütün hakimiyyətin imperatora keçməsini xahiş edirdi. Bunun nəticəsində 1767-68-ci illərdə Yaponiyada inqilab baş verdi. Burja inqilabı baş vermiş oldu. Nəticədə Shogunlar hakimiyyətdən əl çəkmiş oldu və Shogunların vəzifə və səlahiyyətləri əvvəlcə məhdudlaşdırılır, daha sonra isə tamamilə ləğv edildi. Shogun səlahiyyətləri ləğv edildi, bütün hakimiyyət keçdi imperatorun əlinə. Söhbət kimdən gedir? 68-ci ildə hakimiyyətə gəlmiş imperator Mutsuhito'nun hakimiyyət dövrüdür. Yeni bir idarə üsulu formalaşdırmış oldu. Bütün hakimiyyət imperatorun əlinə keçdiyi bildirilmiş oldu. Deməli, Yaponiyada 68-ci Burja inqilabından sonra baxaq görə hansı məsələlər həll oldu? Burada bu məsələdə qeyd etməyə çalışdığı nələrdir? İmperator hakimiyyəti öz əlinə aldıqdan sonra dövlətin inkişafına lazım olan şərtlərin hamısını yerinə yetirəcəyini
öz öhdəsində götürdüyünü bildirir. İndi əsas məsələmiz budur. Əsas məsələmiz budur. Yaponiyada inqilabdan sonraki məsələləri həll etmək üçün müşavirlər vasitəsilə islahatlar proqramı hazırlandı. Bu islahatlar müşavirlər hazırladılar, imperator adından həyata keçirildi. Hazırlayan şəxslər kimlər idi? Onlar, yəni müşavirlər, Avropa təhsili almış şəxslər idi. Əsasən gənc dövlət xadimləridir, yəni Avropa təhsili almış, o mədəniyyəti görmüş, o sivilizasiyanı görmüş şəxslər idi, elmli Avropa təhsilli şəxslər idi. Baxaq görək hansı tədbirlər gördülər. Yapon keçirilən burjua islahatları Mitsuhito'nun hakimiyyət dövründə. Deməli, ilk növbədə knyaz mülkləri ləğv edildi və ölkədə prefekturalar yarandı. İnzibati islahat. Bunu ruslar da eləymişdi. Rusiyada da var. Həyata keçirilmişdi. Yaponiyada yeni inzibati bölgü prefektura. Knyazlar qubernator statusu aldı. Mülklərini itirən knyazlar xəzinədən təqaüd almağa başladı. Xatırlayırsınızsa bunu biz harada da demişdik? Osmanlılarda 2-ci Mahmudun hakimiyyət dövründə də demişdik. 2-ci Mahmud. Həmçinin Dehli Sultanlığında Əlaəddin Xələc də demişdik. Zəmindar torpaqlı ləğv əvəzində onlara maaş verməyə başlamışdı. Oxşar cəhət olaraq götürə bilərsiniz. Avropa tipində ilk nazirliklər qurmuşdu. Həmin nazirlikləri 2-ci Mahmud da eləmişdi, yadınıza düşürsə. Rusiya 19-cu əsr, 19-20-ci əsr keçərkən orada da deyəcək Avropa tipli nazirliklər qurulacaqdı. 1-ci Aleksandrın hakimiyyət dövründə. 1889-cu ildə yeni konstitusiya qəbul edildi. Konstitusiyaya görə baxın, idarə etməyə baxaq, hansı dəyişikliklər olur. Knyaz, deməli, imperator hakimiyyəti müqəddəs və toxunulmaz elan olmuş oldu və imperator qanunverici, icraedici səlahiyyətlərə malik idi. Tamamilə hamısı keçdi onun ixtiyarına. Vətəndaşlara söz, vicdan, mətbuat azadlığı, toplaşmaq azadlığı verilirdi. Hərbi islahatlarda samuray dəstələri ləğv edilmişdi. Əvəzində isə ümumi hərbi mükəlləfiyyət tətbiq olunmuşdu və bu şəkildə müasir ordu quruldu. İqtisadi sahələrdə vahid pul sistemi tətbiq edildi. Yaponiyada pul vahidi yen olaraq qəbul edildi. Dövlət xəzinəyə məxsus olan sənaye müəssisələrini maliyyələşdirməkdən imtina edir. Deyir ki, kim almaq istəyirsə gəlsin, bu şirkətləri alsın və onları istifadə etsin. Və ayrı-ayrı şirkətlərə satıldı həmin müəssisələr. Onlardan ən məşhurları Mitsui və Mitsubishi. Mitsubishini hər birimiz tanıyırıq. Mitsubishi şirkətləri o dövrdən qurulub və dövrümüzə qədər gələn şirkətlərdir. Təhsil sayəsində hansı tədbirləri gördülər? Deməli, Avropa nümunəsində ilk orta və ali təhsil ocaqları təşkil olundu. Uşaqlar 6 yaşından etibarən 4 illik məcburi təhsilə cəlb edilmişdi. İlk qadın pedaqoji məktəb açılmış oldu. Mitsuhito islahatlarından sonra islahatları Yaponiyada müsbət təsir göstərmişdi. İmperializm, yəni işğalçı siyasəti. Yaponiya bunun nəticəsində iqtisadiyyatını gücləndi və işğalçı fəaliyyətlərinə başladı. Deməli, Yaponiya burada məqsəd nədir şəhərdə? Bir, xammal mənbəyi əldə etmək, iki də satış bazarı ələ keçirməyə çalışırdı. Yaponiya elə mövqedə yerləşir ki, yəni yerləşdiyi ərazi olaraq təbii sərvətləri çox azdır. Və bu səbəbdən də ona nə lazımdır ki, ətrafında faydalı qazıntılarla zəngin olan əraziləri ələ keçirsin və eyni zamanda oranı tabe etməklə özünə satış bazarı əldə etmiş olsun. Deməli, hansı ərazilər? Rükü adaları və Tayvan seçilmiş oldu. Az sonra Koreya hədəf aldı. Biraz əvvəl bunu demişdik. Çin-Yapon müharibəsində 1894-95-ci ildə. Koreya uğrunda müharibə aparmışdı. Demişdim ki, Yaponiya mövzusunda bunu ətraflı deyəcək. Nəticəsində Çin burada qalib gəldi, daha doğrusu Çin burada məğlub olur. Yaponiya qalib gəldi və Çin Yaponiyaya təzminat ödədi. Koreyada Yaponların ağalığını tanımış oldu.
Rusya ile müharibə apardı. 1904-5 Rus-Yapon müharibəsi. Hı -hı. Şahidlər, burada qeyd elədik, biraz əvvəl də dediyim məsələni təkrarlayıraq. Deməli, Çin-Yapon müharibəsi Kore uğrunda baş vermişdi. Çin təzminat ödədi. Daha doğrusu üzr istəyirəm. Çin məğlub oldu, təzminat ödədi. Sonra Rus-Yapon müharibəsi 1904-5-ci illəri əhatə edir. Deməli, Yaponiyanın Rusiyaya hücumu ilə başlamışdı və müharibəyə başlamazdan əvvəl Yaponiya 1902-ci ildə İngiltərə dövləti ilə əlaqə saxlayıb, ittifaq qurmuşdu. İngiltərə dövləti ilə və bu ittifaq, bu müqavilə Yaponların Rusiya ilə müharibəyə hazırlığını artırmışdı. Müharibənin gedişatı Susimi dəniz döyüşündə Yaponlar qalib gəldi. 1905-ci ildə Port Arthur qalasını ələ keçirdi və 1905-ci ildə ABŞ-ın Portsmouth şəhərində bağlanmış müqavilə ilə Rus-Yapon müharibəsi bitmiş oldu. Sülhün şərtlərinə baxırıq. Sakhalin adasının cənubu verildi Yaponlara. Həmçinin Rusiya Yaponların ağalığını tanımış oldu. Bu Yaponiya mövzusu. Şimali Qafqazı Ruslarla bərabər deyirik.